İndi diqqətdən qulaq asın, dərinliyə gedəcəm. Çünki siz biləsiz və dərk eləyəsiz, ayılasız. Nə var, nə yox. Çünki sonra deməyəsiz ki, bir də Allahın qanunu oldu, bəs niyə bizə yaxşı olmadı? Bax, burası da var. Deməli, bu qədər, belə deyək, alimlər var da. İndi söhbət dinli alimlərdən gedir. Bu qədər alimlər var, bu qədər müştehidlər var. Düzdürmü? Ay sağ ol. Bəs bu qədər bunlar oturub niyə çözüm eləmədi ki? Niyə oturub cəmaatı ayıtmadı ki? Abala bu tağut rejimi var. Başa düşdünmü? Gəlin bu boyda cihada qalxaq. Görürsünüzmü? Bu qədər alimlər var. Ona belə baxanda düzdürmü? Ay sağ ol. Görün indi sizi nə dərəcədə azınlığa aparıblar. Başa düşdünüzmü? Bu boyda da alim çıxıb danışmadı. Müjeli bu boyda alimin fərasəti gəlmədi ki, dursun danışsın. Çıxsınlar hamı bir dənə yekə bir çöldə bir dənə qoyarlar o mikrofonlu kalonkaları, cəmaatı yığarlar, danışarlar. Müjeli bunu eləmədilər. Görürsünüzmü? Bu qədər alimlər var da belə deyirsinizsə. Düzdürmü? Nə deməyim nədir? Deməyim də odur ki, sizlər sonra deməyəsiz ki, Quran oldu və seçildi filan məsələsinin adam, bəs niyə bizə yaxşı olmadı? Niyə hər şey köynə kimi qalıbdı? Bax, burası da var, görürsənmi? Ona görə də deyirəm, seçiminizi siz eləməlisiniz. Seçməlisiniz özünüz. Kim olacaq bu hakimiyyətdə? Başa düşdünüzmü? Bax, budur. Var hakimiyyətdə olan, belə də deyək, acı İranı götürək. Quranla gedir, orada suyu pulla satırlarsa, görürsən düz gəlmir o şey. Orası da var. Və yaxud da ki, Ərəbistanı deyək, orada müştehidlər neynirlər, dua oxurlar, neynirlər, amma ki, qazi qalıb belə. Görürsünüzmü? Hər şey sizi gözünüz açıram. Əfqanistan don kimi, bura, belə. Yəni ki, özünüz nəzərə alın, düşünün. Yəni, bunu da boş verməyin. Başa düşdünüzmü? Bunu paylaşın ki, bir cəmaat ayrılsın, bilin. Sonra deməyəsiniz ki, sən bu qədər dedin, bəs Quran oldu, bəs nə oldu, nətər oldu? Görürsünüzmü? Ola bilər ki, insandır gələr, bilmək olmur onu. İnsandır gələr, nə olar? Bəs yalandan da söz verər, başa düşdünüzmü? Belə deyək. Amma tağut adamı ola bilər. Sözü nəyə gətirirəm? Oranı da düşünün. Görürsünüzmü? Bax, budur. Bir şəxs ki, aciz Ərəbistanda o boyda Trump da hələ getdi ora, öz qız uşaqlarını başını yerləyirlə onun qabağına çıxartdılar. Bax, elə adamlardan qorunun. Bax, budur. Gördünüzmü? Bunu bilin, düşünün, anlayın. Dediyim də nədir? Dediyim də odur ki, sizdən asıldı səs vermə.